Hörmətli izləyənlər, dəyərli avtomobil sahibləri, bu videoda sizlərə xüsusən 0-16 özürlüklü mühərrik yağlarının üzərində gördüyümüz İlsak CF7B Dopskunun hansı anlama gəldiyi, nə üçün olduğu haqqında ətraflı məlumat verəcəm. İlsak CF7B Beynəlxalq sürtgü materiallarının standartlaşdırılması və təsdiqlənməsi komitəsi tərəfindən müəyyən edilmiş ən yeni və müasir motor yağ spesifikasiyasıdır. Bu standart əvvəlki CF6-nı əvəz etmək və müasir mühərriklərin tələblərinə cavab vermək üçün hazırlanmışdır. Burada önəmli bir qeyd nədir? İlsak CF7A və 7B-nin fərqi. İlsak standartları adətən iki qrupa bölünür. Burada köhnə standartlarda CF5 və CF6A bu yağlar xüsusən 0.20, 5.20, 5.30 və 10.30 kimi özürlülükləri əhatə edir. İlsak CF7B isə yalnız 0.16 və daha, yəni duru daha aşağı özürlüyü olan yağlar üçündür. Yəni 7B-ni digər 5.30-da, 5.20-də demək olar ki, görmək mümkün deyil. CF7-nin gətirdiyi yeniliklərdən biri də bu standart mühərrik yağından daha çox performans və qoruma tələb eləməsidir. Yəni burada yağın sürtünməsi minimuma endirilərək yanacaq sərfiyyatını azaldır və ən əsas özəlliklərindən biri də kiçik həcmli turboşarjlı mühərriklərdə baş verən vaxtından əvvəl alışma riskini demək olar ki, tamamilə qarşısını alır, raspidvalları daha yaxşı qoruyur, piston təmizliyi, yanma kamerasının təmizliyini yüksək temperaturda belə, yəni tam təmiz saxlaya bilir. Xüsusi özəlliklərindən biri 7B-nin tərkibi hətta duru olmasına baxmayaraq, xüsusi kimyəvi qatqılar sahəsində mühərrikdə olan salniklərin, rezin hissələrdən, prokladkalardan yağ sızdırmasının qarşısını daha yaxşı şəkildə ala bilir. Avtomobil istehsalçıları emissiyanı azaltmaq üçün daha duru yağlara avtomatik olaraq, yəni tələb olaraq keçirlər. 7B də məhz bu duru yağların yüksək temperaturda mühərriki kifayət qədər qoruya bilməsini təmin edən, demək olar ki, ən üst texnologiyadır. Bunu təmin eləməyə, yəni qadir olan ən üst texnologiya ilə istehsal olunmuş bir mühərrik yağıdır.